Sizə bugün investisiya səbəti haqqında danışacağım. Bir çox hallarda məsləhət istəyirsiniz ki, tutaq ki, əlimdə filan qədər pul var, mən nəyə yatırım pulu? Ən yaxşısı investisiya səbəti yaratmaqdır və bu səbəti də, bunu bir çox videolarımda əslində işıqlandırmışam, şaxələndirmək. Yəni siz pulunuzun bir hissəsini dollarda saxlayın, bir hissəsini avroda saxlayın, bir hissəsini qızılda saxlayın, biraz səhim alın. Yəni bütün pulunuzu 10 min, 20 min, mən sizə desəm ki, gedin tutaq ki, bir səhim alın, bu səhim artacaq. Yəni Sabitçin bu artmaya da bilər. Ona görə pulunuzu nə qədər çox şaxələndirsəniz, o qədər riskləri minimallaşdıra bilərsiniz və o qədər pul qazanmaq şansınız daha çox artar. Təbii ki, böyük bir pulunuzu ancaq bir sahəyə yatırsanız və bu sahə uğurlu olsa çox pul qazana bilərsiniz. Amma investisiyanın mənim üçün ən böyük qızıl qaydası odur ki, riskləri minimallaşdıraraq pul qazanmaqdır. Böyük pulların böyük də riskləri olur, amma siz bütün əlinizdə olan pulu bir sahəyə yatırmaq mənim üçün bir qədər qumara bənzər. Ona görə bunun heç kimə tərəfdarı deyiləm, məsləhət də vermirəm. Ona görə bir investisiya səbətində siz müxtəlif 4-5 dənə qol ayırın və pulunuzu o sahələrə yatırın. İnvestisiya səhim də alın, kripto da alın, dollar da saxlayın, qızıl da alın və belə olduğu təqdirdə sizin ən azı bilirsiniz ki, bir sahədə vəziyyət gərginləşsə, o bir sahə bu sahəni kompensasiya eləyəcək.